Herkese salam. Gəlin bugün sizlə birlikdə mənsubə şəkilsini cümlələrdə tapmağa çalışaq. 40-cı test tapşırığında altından xətt çəkilmiş sözlərin birində i mənsubə şəkilçisidir və ismi artırılıb deyir. Deməli, biz ismi artırılan mənsubə şəkilçili sözü tapmalıyıq. Və diqqətlə bir də sualın bizdən nə istədiyinə baxırıq. İsmi artırılmalı mənsubə şəkilçisi. Gəlin variantlara baxaq. A variantında altından xətt çəkilmiş söz biz əvəzliyidir. Bu səbəbdən A variantındakı vaxtımızı çox itirmədən B variantına baxırıq. Çünki A variantında əvəzliklə başlayır. Bizə isə isim gərəkdir. B variantını saxlayaq. Gəlin digər variantları analiz eləyək. Daha sonra B variantına qayıdaq. C variantında deyir, pisi pis, əyrini əyri, düzü həmvar yazım. Pis, əyri, düz sözləri burada cümlə daxilində isimləşmiş sifətlərdir. Lakin həmin sözlər ümumilikdə sifətdir nitq hissəsi olaraq. Sadəcə cümlə daxilində isimləşib. Bu səbəbdən biz C variantına da baxmırıq. Çünki vaxtımızı itirə bilmərik, çalışmalıyıq ki, ən qısa zamanda testi yazaq. Bu səbəbdən C variantında sifət olduğu üçün C-yə də baxmırıq. D variantına gələk ki, əskərlərdən biri, burada biri sözün altına xətt çəkilib və əskərlərdən ikisi və yaxud əskərlərdən üçü deyə bildiyimiz üçün məhz oradakı bir sözü saydır. Bizə də isim gərək olduğu üçün D variantına baxaraq vaxtımızı itirmədən E variantına baxırıq. Daxili təmizlik insan üçün böyük məziyyətdir. Necə təmizlik? Daxili təmizlik. Burada daxili sözü məhz sifət mövqeyində işlənmişdir, sifətdir nitq hissəsi olaraq. Bu səbəbdən də E variantını cavab variantları arasında götürə bilmərik. Qaydırıq B variantında. B variantına baxırıq. Sözləri dillər əzbəri olmuşdur. Gördüyümüz kimi altına xətt çəkilmiş sözümüz məhz isimdir. Və lakin baxaq görək, burada i mənsubə şəkilçisidirmi? Bizi bu sual maraqlandırır. Bildiyimiz kimi mənsubə şəkilçili söz özündən əvvəl yiyəlik hallı söz tələb edir. Yiyəlik hallı söz məhz bu cümlədə olmadığı üçün gəlin sizlə birlikdə mənim, sənin, onun, bizim, sizin, onların sözlərindən istifadə edərək bu sözün məhz mənsubə şəkilçisi olduğunu sübuta yetirək. Və nəzərinizə çatdırım ki, bu sözlərdən əlavə biz öz əvəzliyini də mənsubə şəkilçili sözün əvvəlinə artıraraq həmin sözün mənsubə şəkilçisi olduğunu sübuta yetirə bilərik. Gəlin baxaq. Mənim sözləri alınmır, sənin sözləri alınmır. Onun sözləri dillər əzbəri olmuşdur. Gördüyümüz kimi onun sözünü, sözləri sözünün əvvəlinə artıra bilirik. Demək ki, sözləri burada mənsubə şəkilçili qəbul etmiş isimdir. Və yaxud öz sözləri dillər əzbəri olmuşdur. Burada da görürük ki, öz əvəzliyini həmən ismin əvvəlinə artıra bildiyimiz üçün məhz bu sözümüz mənsubə şəkilçisi qəbul etmiş isimdir. Cavab variantımız da olacaqdır B variantı.